Salam, axşamınız xeyir. Xoş gördük, hörmətli müəllimlər. Ümidvaram ki, bütün işləriniz qaydasındadır. Bu gün yeni bir bölməyə keçid edirik və ilk dərsimiz təfəkkürün növləri mövzusu olacaq. Bu mövzunu biz hissələrə bölüb keçəcəyik. Bugünkü dərsdə təfəkkürün növlərindən məntiqi təfəkkürü öyrənəcəyik. Eyni zamanda düşünmə formaları və məntiq xətalarından danışacağıq. Təbii ki, situasiya əsaslı dərsdir. Məntiqi təfəkkür, düşünmə formalarının hər biri müəyyən situasiya formasında bizim qarşımıza çıxa bilər imtahanda. Buna görə də hər birini nümunələr əsasında sizə izah eləməyə çalışacağam. Bugünkü təlimdə məntiqi təfəkkür anlayışının və düşünmə formalarının mahiyyətini müəyyənləşdirəcəksiniz. Eyni zamanda məntiq xətalarının xüsusiyyətlərini fərqləndirəcəksiniz. Ümumiyyətlə, təfəkkür nədir? Bu, uzun illər araşdırma mövzusu olmuş bir sualdır. Təfəkkür, müxtəlif izahlar var buna, amma ən dolğun, düzgün izah, təbii ki, müəyyən elmiliyə əsaslanan izahdır. Təfəkkür insanın idraki fəaliyyətidir, yəni düşünmə prosesinin ümumi bir adıdır. Düşünmə prosesi də təbii ki, beyinlə əlaqəli olduğu üçün ona görə buna kognitiv, yəni kognitivin dilimizdəki qarşılığı idraki sözü ilə adlandırılır. İdraki fəaliyyət deyirik. Yəni beynimizin içərisində gedən proseslərin ümumi adına biz təfəkkür deyirik. Təbii ki, təfəkkür belə bir şeydir ki, insana müəyyən bir sual veriləndə və yaxud da insan öz fikrini qarşındakına ifadə etmək istəyəndə beyində idraki bir fəaliyyət baş verir. Düşüncə ortaya çıxır. Həmin düşüncəni sözlərlə ifadə eləmək üçün bəlli bir proses gedir. Bax, o gedən prosesin adıdır təfəkkür. Necə işləyir sualı verilsə təfəkkür? Təbii ki, insan düşünməyə başlayan an təfəkkür artıq başlayır işləməyə. Biz də nə zaman düşünürük? Biz düşünürük, nə bilim, hansısa bir informasiyanı yadımıza salmağa çalışanda, beynimizdə axtaranda. Və yaxud da onu tapdıq. İndi qarşı tərəfə bunu ötürməliyik axı. Emal eləyəndə, fikirlərimizi başqalarına şifahi və yaxud da yazılı şəkildə ifadə etmək üçün qruplaşdıranda, ümumiləşdirəndə təfəkkür formalaşır. Təsəvvür edin ki, dərsdəsiz, dərs izah eləməyə çalışırsınız və bu zaman şagird sizə sual verir. Beyniniz az öncə dərsə fokuslanmışdı, izah eləyəcəyi mövzunu düşünürdü addımlarını. İndi isə artıq uşaq sual verəndə, istər-istəməz diqqətiniz artıq fərqli məsələyə yönəlir. Uşağın sualı sizin beyninizə daxil olur, beyninizdə başlayır informasiya axtarmaq prosesi. Və bu artıq təfəkkürün işə başlaması deməkdir. Mövzunu qoyur bir kənara, başlayır uşağın sualına cavab axtarmağa və dərhal o cavab tapır, gəlir və artıq o cavabı sən sözlərlə, verbal formada çatdırmalısan şagirdə. Təfəkkürün hansı növləri var? Bizim metodik yanaşmalarda bu bir qədər məhdud formada ifadə olunur. Bunun üzərində müzakirə gedir hal-hazırda ki, bunu geniş məfhumla ifadə eləyək. Bizdə belə yazılır ki, təfəkkürün 3 növü var, amma bu belə deyil. Təfəkkürün 100-dən artıq növü var. Bizdə digər təfəkkür növlərini düşünmə forması kimi təqdim ediblər kitabda. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Bizim cəmiyyət bəzi şeylərin köklü şəkildə məntiqi formada dəyişməsinin həddən artıq ajotajla qarşılayır. Ona qarşı mübarizə ruhunda köklənir, fokuslanır. Ona görə də uzun illərdir bunu dəyişməyə cəhd eləmirlər. Çalışırlar ki, elə əvvəlki formada qalsın, amma insanlar təfəkkürlə bağlı nəsə öyrənsin. Amma təbii ki, əcnəbi mənbələri araşdıranda ortaya çıxır ki, təfəkkürün yüzlərlə növü var. Bizdə isə onu çox həddən artıq məhdudlaşdırıb məntiqi tənqidi yaradıcı adlandırırıq. Və bu üç dənəni əsas götürüb, bu təfəkkürün növlərini formalaşması üçün ora gedilən yolları
biz düşünmə forması adı ilə veririk kitabda. Halbuki məntiqi, tənqidi, yaradıcı, nə bilim, divergent, konvergent, verbal, qeyri-verbal bunlar hər biri təfəkkürün öz növləridir. Amma biz belə öyrənməyə çalışırıq ki, e, bizim bölgümüzdə təfəkkürün üç növü var: tənqidi, məntiqi, yaradıcı. Digər düşünmə formaları həmin bu üç dənə təfəkkürün formalaşmasına xidmət edən istiqamətlərdir. Elə bilin ki, bir növ bunlar hər biri çaydır, axıb gedib ortada bir dənə əsas çaya çevrilirlər. Coğrafiyada var idi, Dəclə və Fərat çayları gedir İraq ərazisində birləşir və İran körfəzinə töküləndə çayın adı dəyişir, olur Şəddül Ərəb çayı. Elə bir şeydir. Yəni yollar gedir, birləşir və sonda ortaya bir təfəkkür çıxarırlar. Hal-hazırki forma budur. Hal-hazırda müzakirə gedir üzərində ki, biz bunu necə uyğun formada, uyğun dillə çərçivə sənədinə əlavə eləyib, bunu necə çatdıra bilərik. İndi müzakirələrdən son yekun qərar çıxanda mən bu məsələni də sizlə bölüşəcəm. Biraz başı açıq müzakirədir. Yəni bütün fikirlərə açıq müzakirədir. İndiki formu ilə öyrənək ki, dəyişməməsi ehtimalında ki, sertifikasiyada mən dəyişməyinin tərəfdarı deyiləm. Bura qədər çünki hamı aşağı-yuxarı eyni çərçivə sənədi ilə imtahan verib, sona 5 fən qalıb və bu ədalətsizlik olar ki, bu son qalan 5 fənin çərçivə sənədi tamamilə kökündən fərqlənsin. Ona görə mən dəyişikliklərin sertifikasiyada yox, miqdə olmasının tərəfdarıyam. Miqə girən olsa hər il yenidən girir, hər il çərçivə sənədi dəyişsən də onun üçün fərq eləmir. Amma sertifikasiyadakılarda bu ədalətlilik prinsipi, bərabərlik pozulmamalıdır. Bura qədər hamı aşağı-yuxarı bəlli bir çərçivə sənədində, onun çərçivəsində suallarla imtahan olunub. Ona görə də bu sonuncu il, yəni birinci dövrədir sertifikasiyanın, ilk 5 illiyin sonuncusu da bənzər şəkildə bitməlidir. Mən belə düşünürəm. Gedişat nə olacaq, sonda görəcəyik. Bu gün biz ilk olaraq bu üçlüdən məntiqi təfəkkürü öyrənəcəyik. Ümumiyyətlə, təfəkkürü olan şagird səmərəli düşünən şagird adlanır. Səmərəli, yəni faydalı. Səmərəli düşünmə özü bir həddən artıq lazımlı, vacib bir bacarıqdır. Şagird olmasın, özümüz üçün olsun. Səmərəli düşünən şagird deyəndə nəyi nəzərdə tuturuq? Yəni təfəkkürlərin formalaşmış olduğu şagird. Bu cür şagird fikirlərini formalaşdırmağı və ifadə etməyi bacarır. Məsələn, bu birincidən müəllimlər ən çox şikayət elədikləri məsələdir. İndiki uşaqlar e, test psixologiyasına həddən artıq alışmış olurlar. Ona görə də onlar fikir ifadə etməkdə, fikir formalaşdırmaqda, fikir yazmaqda, dilə gətirməkdə çətinlik çəkirlər. Böyük əksəriyyəti. İndi 3-5 uşaq ola bilər ki, hər məktəbdə 1-2 uşaq yüksək natiqlik qabiliyyəti ilə seçilir. Amma ümumi böyük bir 1200-1300 nəfərlik məktəbdə belə uşaqların sayı bir əlin barmaqların keçmir. Və cəmiyyətdə də bu belədir ki, görürük ki, bu çətindir. Deməli, bizim şagirdlərimizin əksəriyyəti səmərəli düşünən şagirdin tələblərinə cavab vermir. Sonra fikirlərinin hamı tərəfindən anlaşılan olmasını planlaşdırması. Planlaşdırmağı qoydum kənara. Ümumiyyətlə bizim şagirdlərimiz o cümlələr quruluşlarını necə bəsit, sadə qururlar, yəqin ki, özünüz şahid olmusunuz. Ümumiyyətlə bəzən öz fikirlərini belə demək istəyir, amma uyğun sözləri tapıb seçə bilmir. Təbii ki, mütaliənin azlığı, e, internet və televiziya resurslarında əsasən türk dilində olan məzmunla həddən artıq əlaqədə olması, ibtidai siniflərdə yəqin ki, müşahidə eləmisiniz. İndi ibtidai sinif müəllimi olmasaq da, uşaqların əksəriyyəti feilləri türkcə deyirlər. Fikir vermisiniz, türkcə danışırlar. Səbəb uşaq yaşlarından aparıb valideyn indi səs-küy salmasın, başı qarşısın deyə qoyur televizorun qabağına. Televizor açır, türk kanallarından birindən cizgi filmi qoyur. Və onun nitqinin yeni formalaşmağa başladığı dövrdə uşaq ancaq orada türkcə sözlərlə qidalanır. Və bu türkcə sözlər uşaqlar 4-cü sinifə, 5-ci sinifə çatana qədər öz fikirlərində, cümlələrinin sonunda, ifadələrində həddən artıq çox türkcə sözlər işlədirlər. Bu da təbii ki, onların o qidalandığı söz ehtiyatlarını yeni formalaşdırmağa başladığı dövrdəki qarşılarına qoyulan resursdan asılıdır. Televizor qoyursan, planşet qoyursan, gedib YouTube-dan başlayır türkcə cizgi filminə baxmağa. Bunun nəticəsində
öz ana dilində ünsiyyət qura bilmir, fikir formalaşdıra bilmir, düşüncələrini qarşı tərəfə ifadə edə bilmir. Üçüncü cümlə də elə budur. Nitqini düzgün təşkil edə bilmir, fakt nümunə deyə bilmir, əsaslandıra bilmir. Təbii ki, bunları eləyə bilmirsə, düzgün nəticə də çıxara bilmir, hadisələri düzgün təhlil etməyi ümumiyyətlə bacarmır. Biz də nə deyirik? İndiki gənclər həm dünya aləmdən bixəbərdirlər. Səbəb budur. Bütün bu proseslərin məntiqi yekunu olaraq dünyada baş verən hadisələri düzgün təhlil etmə bacarmırlar. Deməli, biz nəticə etibarından səmərəli düşünən şagird nəyi bacarır sualını verəndə bizim şagirdlərimizin çox həddən artıq cüzi bir hissəsi səmərəli düşünən şagird anlayışına uyğun gəlir. Qalanlara uyğun gəlmir. Səbəblər də dediyim kimi müxtəlifdir. Ümumiyyətlə, informasiyanı hardan və necə əldə edəcəyini müəyyənləşdirməyi bacarmalıdır. Səmərəli düşünən şagird də, insan da, müəllim də. E, Sertifikasiyada deyir, hamını kəsəcəklər. Yazıb mənə müəllim soruşur. Deyirəm ki, hə müəllim, nə yaxşı. Bu məlumatın mənbəsini hardan əldə elədiniz? Bir dənə zəhmət olmasa bölüşün də mənlə. Götürür mənə TikTokdan bir dənə ekranı skrin eləyib atır, hansısa videonu izləyib. Ekrana da sertifikasiyadan hamını kəsəcəklər sözündə 4 dənə hərf səhvi var. Deyirəm ki, birinci bu götürdüyünüz sosial şəbəkənin özü belə şübhəlidir. TikTok. Yəni mən həddən artıq ciddi qəbul edə bilmirəm bu sosial şəbəkəni. Təbii ki, ciddi kontentlər ola bilər orada, maarifləndirici məsələlər ola bilər, amma böyük əksəriyyəti bilirsiniz. İkincisi, oxuduğum mənbədə nazirin şəklini paylaşıb, üstündən də e, telefonda tekst əlavə edib ora və orada da hərf səhvləri var. Bu mənbə nə dərəcədə əsaslı ola bilər? Nə dərəcədə etibarlı mənbə ola bilər? Hələ bunu mənə atan, bunu məndən soruşan müəllimdir. İndi təsəvvür eləyək bu müəllimin yetişdirdiyi şagird hansı vəziyyətdədir. Ona görə də səmərəli düşünən şagirdin bu bacarıqlarının hər biri təbii ki, nədən irəli gəlir? Təfəkkürün onda formalaşdırılmamasından. Əgər o təfəkkürlərin hər birinə uyğun bir sinifdə öyrənmə fəaliyyətləri icra edib, bu şagirdlərdə o təfəkkürü formalaşdırsaq, son nəticədə səmərəli düşünən şagird görə bilərik qarşımızda. Xeyli bacarıqlar var. İnformasiyadan məqsədyönlü şəkildə istifadə, həm ötürülən informasiyanın auditoriyaya uyğunluğu, həm şəxsi fikir formalaşdırmaq, mühakimə yürütmək, fikir əsaslandırmaq, problemin həllinə divergent, konvergent yanaşma için birazdan bundan danışacağıq. Bütün bunların hamısı səmərəli düşünən şagirdin bacarmalı olduğu məsələlərdir və dediyim kimi bizdə bu əsas problemdir. Gəlirik məntiqi təfəkkür, bu təfəkkürlərdən biridir. Yəni bunlar hamısı ümumiyyətlə təfəkkürün e, hər üç formasının şagirddə düzgün formalaşdırılması nəticəsində ortaya çıxan bizə lazım olan şagird modeli idi. İndi gəlirik görək bu təfəkkürlər nədir? Biz bunları necə formalaşdıra bilərik? Necə iş apara bilərik bunun üzərində? Nə dərəcədə bu məsələyə hakim olub tətbiq edə bilərik? Məntiqi təfəkkür nədir? Sualını qoyuruq ənənəvi olaraq qarşıya və buna cavab tapmağa çalışaq. Ümumiyyətlə, şagirdin ardıcıl düşünmə, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək bacarıqıdır. Yalnız şagird deyil, yenə deyirəm, o şagird sözünü çıxarın, özümüzü qoyaq ora. Bütün insanlar üçün doğrudur. Sadəcə biz indi metodika və pedaqogikanın məktəbdə tətbiqi üzərinə danışırıq deyə. Ona görə də bütün izahlarımız, qaydalarımız, nümunələrimiz sırf şagirdlə qurulan pedaqoji proses üzərindən sizə təqdim olunur. Yəni burada o şagird sözünü çıxart, insan yazıcı ilə yenə hər şey doğrudur. Ardıcıl düşünmə, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmə bacarıqıdır. Yəni şagird hər hansı bir hadisənin arxasınca, dalıcan, ardıcıl olaraq nələrin ola biləcəyini müəyyənləşdirə bilirsə, demək o məntiqi düşünməyi bacarır. Yəni, məntiqi təfəkkürün əsas xüsusiyyəti əlaqəlilikdir. Nədir bu əlaqəlilik? Əlaqənin müxtəlif növləri var. Səbəb-nəticə əlaqəsi qurmaq. Sənə bir səbəb deyilir, onun nəticəsində baş verər, yəni o baş vermədən sən onu müəyyən edə bilirsən. Bu məntiqi təfəkkürdür. İki hadisə baş verib, onlar arasında əlaqə qura bilirsən. Bu da məntiqidir. İki nəfərin yanaşması var, yanaşmalar arasında əlaqə qurursan. Bu da və yaxud da ortaya çıxan faktlar arasında əlaqə qurursan, bu da məntiqi təfəkkür. Deməli, məntiqi təfəkkürün əsas xüsusiyyəti nədir? Əlaqəlilik. Nəyin əlaqəsi sual versələr? Səbəb-nəticə, hadisələr arasında, yanaşmalar arasında, faktlar arasında əlaqə qura bilməkdir. Məntiqi təfəkkür özündə nəyi əks etdirir desək, yəni ümumiləşdirsək danışdıqlarımızı, bir insan səbəb-nəticə əlaqəsini müəyyən edib tapa bilirsə, demək bu məntiqi təfəkkürdür. Misal üçün, testlərdə qarşımıza çıxır, dimin sınaqlarında.
və yaxud da qəbul imtahanı suallarında, bəzən situasiya suallarında. Ümumiyyətlə bu imtahanlarda düşən suallar var, belə səbəb, nəticə sualları. Uşaqlar yəni səbəbi boş qoyur, nəticəni istəyir və yaxud da əksinə. Bütün bunların bu formada verilməsinin səbəbi uşaqların məntiqi təfəkkürünü ölçmək istəyir ki, görək bu uşağın məntiqi təfəkkürü var, yoxsa yoxdur. Və bu tip sualların uşaqlara işlədilməsinin, uşaqların bununla imtahan olunmasına səbəb budur. Hər hansısa bir problemi ən sadə yolla həll eləmək, prosesin başlanğıcını, sonunu müəyyənləşdirmək, faktlar əsasında mühakimə yürütmək və əsaslandırmaq hamısı özlüyündə məntiqi təfəkkürdür. Yəni, sən bu dörd dənənin dördünü də eləyə bilirsənsə, şagirdin bu dörd dənənin altından qalxa bilirsə, dörd fikrin, demək o uşağın məntiqi təfəkkürü yetəri qədər inkişaf eləyib. Bu qənaətə gələ bilərik. Məntiqi təfəkkür demək nədir? Məntiqi təfəkkür məsələnin həllində, qarşıya çıxan problemin həllində ən sadə düşünmə yoludur, ən sadə yolu tapmaqdır. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Belə bir dənə tərsinə piramida çəkirəm mən həmişə. Aşağıya yazıram məntiqi təfəkkür, çünki hər şey bunun üzərində qurulur. İnsanın məntiqi olmasa, nə yaradıcı, nə tənqidi digər şeylər ola bilməz. Birinci məntiqidir, tənqidi və yaradıcı onun üzərində inşa olunur. Aydındırmı? Hə, kök aşağı deyilən məntiq. Yəni ki, məntiqi olmayan insan e, dəlixanada olur da, bildiyiniz. Qısa konkret. Məntiqi olmayan insan dəlixanada olur. Çünki atdığı addımlarda, qərarlarda məntiqsiz davranış sərgiləyir. Ya mental, psixoloji durumu, əqli cəhətdən zəifliyi olur. Çünki əgər məntiqi olan insan ondan inkişaf elətdirib tənqidi şəxsiyyət də çevirə bilərsən, onu inkişaf elətdirib yaradıcı bacarıqları olan şəxsiyyət də eləyə bilərsən. Qurtardı getdi. Yəni məntiqi təfəkkür hər şeyin kökündə dayanır. Biz doğulanda dua edirik ki, övladımızın məntiqi təfəkkürü olsun. Qalan hər şeyi o məntiqin üzərində inşa eləmək olar. Səbəb, nəticə, həll yolu. Səbəb, şagird müəllimin sualını düzgün anlamayıb. Nəticə, şagirdin müəllimə verdiyi cavab əsassız olur. Həll yolu, şagirdin dinlədiyi sualda açar məqamı tapmağı öyrətməliyik. Bu sualda məntiqi təfəkkürə nümunədir. İndi gəlirik düşünmə formaları. Düşünmə formaları bir neçə dənədir. İnduksiya, deduksiya, nə bilim, konvergent, divergent, analitik, sistemli və s. və daxil düşünmə formaları var. Biz bu düşünmə formalarını öyrənməliyik. Çünki bu düşünmə formaları şagirdə öyrədə bilsək, formalaşdıra bilsək onda, bu düşünmə formalarının vasitəsilə gedib sonda nəyə çıxacaq? Hansısa bir təfəkkürə çıxacaq. Yəni, üç dənə əsas təfəkkürü ən üstə yerləşdiririk, digər yolların hamısı onlara aparır. İndi biz həmin o yolları öyrənirik ki, gedib hansı təfəkkürə çıxdığına qənaət gətirək. Birinci başlayırıq induksiyadan. İnduksiya bir neçə dənə nümunəyə baxıb, onu bir ümumi prinsipə doğru aparmaqdır. Yəni, ümumi prinsip altında birləşdirməkdir. Bir neçə dənə nümunə. Məsəl üçün, repetitorlar belə edirlər. Topluya baxırsınız, topluda sualların əksəriyyətini görürsünüz ki, bir mövzuya həsr olunur və yaxud da bir dənə bir qayda düzəldir repetitor özü. Ki, bir 20, 30, 40, 50 sualın hamısını o qayda ilə həll eləmək olur. Bax, bu induksiyadır, ümumiləşdirmədir. Nümunələrə baxdı, gördü ki, bunların hamısını bir qayda. Başlayır uşağa o qaydanı yazdırmağa. Deyir ki, bax, sənə bir dənə qayda yazdırıram. Ən azı 40-50 sualı bu qayda ilə eləyəsən. Repetitorlar bu işlə məşğul olur. Nümunələrə baxır və onları bir qayda altında ümumiləşdirir. Uşağa bunu hazır qaydanı təqdim edir ki, sırf testi yazsın. Çünki repetitorluq testologiya elminə hazırlıqdır. Misal üçün, fərqli nümunələr sizə nümayiş etdirəcəm. Müxtəlif vəziyyətlərə, şəraitə, bəzi həyata, bəzi tarix dərsinə, bəzi məntiqə həsr olunmuş. Misal üçün, Əli hər səhər günəşin şərqdən doğduğunu görür. Növbəti günlərdə də eyni halı müşahidə edirik ki, günəş həmişə şərqdən doğur və bundan nəticə çıxarır. Deməli, günəş həmişə şərqdən doğur. Demək, burada əlli neynədir? Bir neçə konkret müşahidədən ümumi bir nəticəyə gəldi. Bu nədir? İnduktiv düşünmə. Bir gün baxdı, 3 gün baxdı, 5 gün baxdı, bu ay baxdı, o bir ay baxdı. Baxdı ki, hər gün şərqdən doğur. Nəticə çıxardır ki, mən bu qədər müşahidə elədim, hər gün şərqdən çıxır. Deməli, günəş həmişə şərqdən çıxır nəticəsinə gəlir.
Deməli, nədir? Bu faktdır, bu da faktdır. Bu faktlardan neynədir? Birləşdirdi, ümumi nəticəyə gəldi. Bu da nədir? İnduksiyadır, ümumiləşdirmədir. Nümunələrə baxıb onları bir ad altında birləşdirmək. Başqa bir nümunə. Müəllim şagirdlərə 3 metal göstərir: mis, dəmir, alüminium və onların istilik keçiriciliyini sınaqdan keçirir. Hər üç metal istiliyi yaxşı keçirir. Deməli, şagird buradan yeni nəticə çıxardır. 3 dənə metal nümunəsində fakta baxdı və ümumi nəticəyə gəldi. Nəticədə deyir ki, metallar deməli istiliyi hamısı yaxşı keçirir. Bu da induktivdir. Şagird neynədi? 3 metal nümunəsindən ümumi bir fikrə gəldi ki, hə, 3 dənə metalı yoxladıq, üçü də istiliyi yaxşı keçirdi. Deməli, ümumi bir qayda, deməli metalların əksəriyyəti və yaxud da hamısı bütöv metallar istiliyi yaxşı keçirir. Bir də tarixə aid bir nümunə çəkək. Şagird müxtəlif dövrlərdə aparılmış islahatların, deyək ki, xətainin müəyyən vergiləri azaltmasını və yaxud da uzun əsərin vergi islahatını da yazmaq olar. E, Mərzban bin Məhəmmədin də islahatını yazmaq olar, fərqi yoxdur. İndi ağlıma gələnlərdən yazdım. Birinci Pyotrun islahatlarını, Atatürkün həyata keçirdiyi islahatları xalqların inkişafına təsir etdiyini öyrənir. Oxuyur ki, bu islahatların hamısının sonunda müəyyən dəyişikliklər baş verdi ölkənin həyatında, xalqların inkişafında, iqtisadi, sosial idarəetmə sahəsində. Və müşahidələr əsasında belə bir nəticəyə gəlir ki, deməli, İslahat adı altında həyata keçirilən məsələlər, dəyişikliklər, yeniliklər cəmiyyətin inkişafına səbəb olur. Yəni islahatlar zəruridir. Bunu həyata keçirmək lazımdır. Tarixdə də yəni bu nə oldu? İnduktiv düşünmə oldu. Şagird tarixi öyrənə-öyrənə müxtəlif proqraflardakı islahatları görür, müşahidə eləyir və müsbət nəticələrini görür. Sonra qərar gəlir ki, demək cəmiyyətin inkişafına səbəb olur. Ümumi nəticə çıxardığı üçün burada da yenə induktiv düşünmənin nümunəsidir. İndi var bunun əksi. Deduksiya. Deduksiya ümumi bir fikirdən, prinsipdən xüsusi nəticəyə gəlməkdir. Yəni qaydanı ödəyən nümunələr deməkdir. Müəllim sizə bir dənə qayda öyrədir və deyir ki, o qaydaya uyğun gələn nümunələr sadalan elə. Deduksiya bax budur. Bütün insanlar ölümlüdür. Nümunə. Bütün insanlar ölümlüdür. Demək, bura xüsusi bir hal. Sokrat da insandır, nəticə Sokrat da ölümlüdür. Bütün şairlər dahidir. Mirzə Ələkbər Sabir də şairdir, demək o da dahidir. Bax budur. Bəlli bir qayda qoyulur ortaya və o qaydanı ödəyən nümunələr səsləndirilir. Bu artıq deduktiv düşünmədir. Çünki ümumi qaydadan xüsusi nəticəyə gəlirik. Başqa. Yağış yağarsa yer ıslanar. Yağış yağdı, deməli yer ıslanacaq. Ümumi qayda nədir? Yağış yağanda yer ıslanır. Konkret vəziyyətdə avtomatik tətbiq olunur. Yəni tarixdən islahatlar cəmiyyətin inkişafına təkan verir. Baxın, bayaq bunu deduksiyaya kim götürmüşdü? Darsa induksiya. İndi nə edirik? Bu cümləni veririk uşağa, əksinə keçsin. İslahatlar cəmiyyətin inkişafına təkan verir, müsbət təsir göstərir. Misal üçün uşağa deyir ki, nümunə deyilən müsbət təsir göstərən islahatlar. Deyir, sözü Atatürkün islahatları. İslahatlar cəmiyyətin inkişafına təkan verirsə, bu təkana nümunə Atatürkün islahatları. Türkiyənin inkişafına səbəb oldu. Uzun Həsənin islahatları inkişafa səbəb oldu. Nə bilim, təhmasibin tamğa vergisinin ləğv etməsi. 16-cı əsrin ikinci yarısında səhmkarlıq və ticarətə müsbət təsir göstərdi. Aşırı uşaq artıq həmin o ümumi prinsipi ödəyən xüsusi qaydalar deməkdir. Deyir, Pyotrun islahatı Rusiyadan, Avropadan geriliyinin böyük bir hissəsini tamamlamağa xidmət elədi. Başlayır bu cümlə çoxu nümunələr. Bu artıq deduktiv düşünmədir. Yəni ümumi bir prinsip təqdim olunur, ümumi prinsipdən xüsusi hadisəyə gəlmək lazımdır. Yəni fakta doğru. İnduksiyanın əksi oldu deduksiya. Gəlir analoji düşünmə forması. Analoji düşünmə forması analogiyada oxşarlıq sözünə də bənzəyir. Bənzəyir, eyni şeydir də. İki və yaxud da daha artıq hadisə, anlayış, sistem arasında oxşarlığın müəyyənləşdirilməsinə xidmət eləyir. Paralellər aparmaq, bir-birinə oxşar cəhətlərini müəyyənləmək. Analogiya.
Sonra bəzi nümunələr yazmışam. Mən hətta mürəkkəb nümunələri sizə nümayiş etdirirəm ki, imtahanda daha sadələri düşəcək. Mən ən mürəkkəb formasını sizə çatdırıram ki, rahat olsun sizə. Elə bilin ki, bir yarışa hazırlaşırsınız. Yarışda gedib 50 kilo deyək ki, ştanq qaldıracaqsınız. Mən sizi 100 kilo ilə məşq elətdirirəm ki, 50 kilo qaldırmaq sizə asan olsun. Deməli, müəllim deyir ki, insan beyni kompüter kimidir. O da məlumatı toplayır, saxlayır, lazım olduqda istifadə edir. Baxın, burada artıq insan beynini kompüterlə müqayisə var. Yəni analogiya var. Oxşar tapşırıqları, yəni beynin oxşarı tapır və ondan paralel aparır. Bu artıq analoji düşünmədir. Beyinlə kompüteri bu cür müqayisə eləmək nədir? Analoji düşünməyə nümunədir. Başqa biraz baş sındırmalı nümunə. Şagirdə atomun quruluşu izah olunur. Belə bir nümunə göstərir ki, atom Günəş sisteminə bənzəyir. Mərkəzdə nüvə var. Onun ətrafında elektronlar Günəş ətrafında planetlərin fırlandığı kimi fırlanır. Mərkəzdə nüvədir, atomun nüvəsi, ətrafında da elektronlar fırlanır. Sanki bizim qalaktikamızda Günəş mərkəzdə, ətrafında planetlərin fırlanması kimi. Atomla Günəş sistemi arasında oxşarlıq yaradılıb. Bu da analoji düşünmədir. Tarixdən nümunə. Azərbaycan Xalq Cümhuriyyəti. Əksər nümunələrimi Xalq Cümhuriyyətindən yazmışam. E, paralel aparaq deyə. Müəllim də dərsdə uşağa deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti sanki bir uşaq kimi idi. Doğuldu, az müddət yaşadığı üçün uşaqla müqayisə götürdüm. Doğuldu, amma böyüməyə imkan verilmədi. Burada uşağa Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömürlülüyü diqqətinə çatdırılır. Yəni uşağın inkişaf etmədən həyatını itirməsi ilə müqayisə olunur ki, elə bilir ki, bələdəki bir uşağa 23 ay nə deməkdir? Yəni 2 yaşı tamam olmayıb da. Bələdəki bir uşaqla ki, doğuldu, amma böyüyə bilmədi. Elə bələkdən təzə-təzə çıxmağa başlayırdı, öldü. Bu da analoji düşünmədir. Çünki buradakı məsələ emosional və mənəvi oxşarlıqdır. Yəni mən cümlətin az yaşadığını uşaqlara dönə-dönə sözlə çox ifadə edə bilərəm. Amma onu bu uşağına bənzətmə vermək artıq uşağın gözündə bir təsəvvür yaradır. Ki, elə bilin təsəvvür edin ki, balaca bələdə uşaqda təzə anadan olub. 2 yaşı tamam olmamış, onu müəyyən bir xəstəlikdən ölür. Böyüyə bilmir. Xalq cümhuriyyətimiz də elədir. Doğuldu uşaq kimi, amma böyüməyinə imkan vermədilər. 2 ilin tamam olmağına imkan vermədilər. 23 ayın tamamında artıq onu öldürdülər. Artıq burada emosional mənəvi bağ yaranır. Azərbaycan Xalq Cümhuriyyətinin o qısa dövrü uşaqda həm mənəvi baxımdan möhkəmlənir, həm də şuur olur, təsəvvür olur ki, necə balaca bir dövrdə bu qədər böyük işlər görüblər. Bu da analoji düşünmədir. Eee, belə bir nümunə var. Elektrik dövrəsində naqil qırılarsa, cərəyan keçmir. Eynilə insan əlaqələrində də ünsiyyət qırılarsa, münasibətlərdə dayanır. Fizikadan nümunədir. Biraz poetik alınıb, amma pis deyil. Elektrik dövriyyəsində naqil qırılarsa, cərəyan keçmir. Sadə deyək də, evdə misal üçün elektrik yuvası, divarın içində hansısa bir hissədə qırılma, zamikaniya deyirik də, bu baş verdisə, cərəyan olmur artıq. Nəyisə taxanda ora, artıq oradan elektrik qəbul eləmir. İnsan əlaqələrində də ünsiyyət məhz bu rol oynayır. Ünsiyyət qırılanda artıq insanlar bir-birinə münasibət saxlamırlar, münasibətlər də dayanır. Fiziki hadisə ilə insan münasibətləri arasında analogiya nümunədir. Növbəti düşünmə forması verbal düşünmədir. Verbal təbii ki, söz deməkdir də, sözlü düşünmədir. Yəni düşüncələri dilə gətirmək, fikir ifadə etmək bacarığıdır. Verbal düşünmə zamanı insan özünü eşitdiyi üçün fikirləri sanki ona daha aydın olur. Çünki sözlü ifadə edirəm, həm ifadə etdiyim fikri eşidirəm həm də özüm. Nümunələr misal üçün göstərək, daha aydın olsun. Bir nəfər ədalət sözünün mənası üzərində düşünür və belə bir nəticə çıxarır. Ədalət. Ədalət görsə çox ümumi sözdür.
Sözlə ifadə eləməyə çalışsaq, hər kəsə haqq elədiyi dəyəri verməkdir. Haqqı olanı verməkdir. Ədalət abstrakt anlayışdır da, gözlə görülən, əllə tutulan bir şey deyil. Təfəkkürdə, şuurda olan bir şeydir. Amma biz bunu sözlərlə ifadə etməyə çalışırıq. Hər kəsə haqq etdiyi dəyəri verməkdir ədalət. Bax, bu verbaldır. Yəni, abstrakt bir məsələni, gözlə görülməyən, əllə tuta bilməyən bir məsələni sözlü bir ifadə formasına salmaqdır. Hamı ədalətin nə olduğunu beynində söz olaraq qəbul eləyir, amma hamı ədalət anlayışına izah verə bilmir. Bu nədən irəli gəlir? Verbal düşünmə formasının zəif inkişaf etməsindən. Başqa bir nümunə, məsəl üçün, azadlıq sözünün mənası. Azadlıq sözünün də xeyli mənada, müxtəlif çalarlarda ifadə eləmək olar. Müəllim bir dənə cümlə yazır, deyir azadlıq sözünü burada yazdığım cümlədə hansı mənada işlənib? Şagird deyir ki, azadlıq mənəvi müstəqilliyi ifadə edir. Məsələn, xalqlar üçün azadlıq deyəndə, yəni xalqın yaratdığı dövlətin heç kimdən asılı olmaması, xalqın özünün o dövlətə hakim olması, müstəqil olması nəzərdə tutulur. İnsan üçün azadlıq deyəndə bu insanın sərbəst olması, e, xəyallarının ardınca gedə bilməsi, e, istəmədiyi şeylərdən imtina edə bilməsi mənasına gəlir. Yəni belə deyək də, azadlıq anlayışının mənalarına müxtəlif izah verməyə çalışır. Ümumiyyətlə, azadlıq insan üçün istədiyi hər şeyi eləyə bilmək deyil. İstəmədiyi şeylərdən imtina edə bilməkdir. Mənim baxış prizmamda azadlıq bu cür görsənir. Yəni istədiyin şeyi eləyə bilmək azadlıq deyil mənə görə. İstəmədiyin şeylərdən imtina edə bilməkdir azadlıq. Burada şagird sözün məna çalarını anlamaq və izah etmək üçün dili analiz eləyir. E, Bu artıq verbal düşünmədir. Azadlıq sözünün mənasını izah etməyə çalışır. Yenə fikir verirsiniz, abstrakt anlayışdır. Sözlü izahını verir. Başqa misal üçün yenə eyni bənzər situasiya. İstiqlal və müstəqillik sözləri eyni mənanı ifadə edirmi? Avtomatik şagird deyir ki, hər ikisi azadlıqla bağlıdır, amma istiqlal daha çox milli azadlıq, müstəqillik isə dövlətin siyasi mənasında işlənir. Burada da yenə şagird hər iki sözün mənası üzərində düşünür, amma hər ikisini öz verbal düşünməsi vasitəsilə fərqləndirir, əsaslandırır, fərqli izah edir. İstiqlal və müstəqillik eyni mənanı ifadə eləyirmi? Çox adama desək, hə deyəcək. Amma Azərbaycan dilində bəli, məna etibarıyla hər ikisi azadlıqla bağlıdır, amma istiqlal daha çox milli azadlıqdır. Müstəqillik sözü isə dövlətin siyasi azadlığını ifadə etmək üçün daha yerində ifadədir. Gəlir bunun da əksi qeyri-verbal düşünmə. Qeyri-verbal düşünmə, yəni sözdən istifadə etmədən, təsvir vasitəsilə, vizual, görsəllər vasitəsilə mühakimə eləməkdir. Həmçinin də eyni cür verilən informasiyanı, qeyri-verbal informasiyanı, təsvirlə, şəkillə verilən informasiyanı anlayıb başa düşməkdir. Qeyri-verbal düşünmə forması. Buna nümunələr. Misal üçün, ustanın yanına gedirik, deyir ki, maşının mühərriyindən qəribə səs gəlir. Usta deyir, bir dənə xodda qulaq asın. Biz dərhal xoda salan kimi maşını, o səsin tonudur, ritmidir, bəzən çox sərt səslər, bəzən sürtünmə, yeyilmə səsi, müxtəlif formada səslər gəlir. Və təbii ki, təcrübəli ustalar bu səsi daha əvvəl 100 dəfə eşitdiyi üçün dərhal o səsdən, hətta heç kapotu açmadan belə, mühərriyin səsindən belə. Bəzən ustanın yanına gedirsən, mühərriyin səsini söndürməmiş deyir, dayan, bunu deyəsən filan problemin var. Heç deməmsən, sən niyə getdin? Arada səsdən bilir ki, hə, bu səs gəlirsə, deyir, bu problem. Və yaxud da başqa şey düzəldəndə nədənsə səs gəlir, deyir, bu sənə problem yaradacaq, ha, bu səs artıq başlayıb. Baxın, səslə problemin harda ola biləcəyini müəyyən edir maşın ustası. Bu nədir? Qeyri-verbal düşünmədir. Səsi analiz edir də, sözü yox ki, maşınla danışmır ki, maşından nəsə ifadə eləmir ki. Səsi dinləyir və anlayır ki, hə, burada artıq. Çünki o səs mütəxəssis üçün
bir qeyri-verbal düşünmə forması üçün gələn bir informasiyadır. Biz ilk dəfə eşidirik o səsi və yaxud da qulağımız alışır, hər gün o səsi eşidirik, adiləşir. Amma o səsi eşidəndə bilir ki, bu hansısa detalın sıradan çıxmasının səsidir. Eee, Müəllim sinifə şəkilli tapmaca verir. Aşağıdakı şəkillərdən hansında məntiq pozulub deyir. İbtidai siniflərdə adətən belə çoxlu tapşırıqlar olur. Şagird söz oxumadan sadəcə şəkillər arasında əlaqəni taparaq düzgün cavabı seçir. Bu da nədir? Qeyri-verbal düşünmədir. Yəni vizual mühakiməyə əsaslanır. Aldığı informasiya oradan qeyri-verbaldır. Yəni sözlü deyil, təsviridir, vizualdır, görsel informasiya alır. Buna əsasən düşünür və düzgün cavabı çıxar. Şagirdə və yaxud da biz xəritə göstəririk. Soruşur ki, bu ərazidə təbii sərhədləri müəyyən et. Şagird xəritədə rənglərə, relyefə, simvollara baxaraq nəticə çıxarır. Yəni heç bir söz istifadə eləmədən. Sadəcə oradan başa düşür ki, təbii sərhədlər nədir? Bəzən şərti işarələrə baxır, rəngə baxır, relyefə baxır. Məsəl üçün coğrafiyada rənglər də çox önəmlidir. Dağlıq ərazidə yüksəkliyə doğru get-gedə rənglər tündləşir. Dənizlərdə isə çökəkliyə doğru rənglər get-gedə, mavi rəngin tonları get-gedə tündləşir. Ən o dərin yerində dənizin və yaxud da okeanın mavi rəngin ən tünd çalarından istifadə olunur. Artıq xəritə dilini bilən adam ora baxan kimi bilir ki, bu ərazi çökəklidir və yaxud da müvafiq okeanın, dənizin ən dərin nöqtəsidir. Gəlirik növbəti düşünmə forması ardıcıl düşünmə. Ardıcıl düşünmə addım-addım mərhələli düşünməyə özündə əks etdirir. Adından da görünür. Yəni işi planla qurmaqdır. Bunu eləyəcəm, sonra bunu eləyəcəm, sonra bunu eləyəcəm. Atacağın addımları planlamaq. Ardıcıl düşünürsən. Bir şagird çay hazırlayır. Primitiv sadə. Birinci neyini? Qaynar su qaynadır, sonra çay dəmləyir, sonra çay süzür içir. Və bütün bunlar neyini? Ardıcılıqla icra edir. Desəm ki, plan müəllimə bir dənə çay dəmləyin. Avtomatik birinci neyinirsiniz? Gedib suyu qoyursunuz qaynamağa. Yəni, dərhal gedib heç kəs çay dəmləmir. Birinci suyu qaynadır. Sonra ona dəm atır, dəmlənməyini gözləyir. Sonra süzür və içir. Bunların hamısı birinci beyində icra edir. Yəni heç kim qaçarsa gedib dərhal çay içməyə başlamır. Hazır qoymayıblarsa. Və yaxud da müəllim məsələ verir şagirdə, deyir 3 dənə bir ədədin 3 misli 24-dür. Həmin ədədi tap. Şagird başlayır beynində tənlik qurmağa. Başlayır beynində tənlik qurmağa. Ə, Fikirləşir ki, 3x bərabərdir 24. X bərabər 24 bölmə 3, x bərabər 8. Addım-addım gedərək nəticə çıxarır. Bu da artıq ardıcıl düşünmədir. Addımla vurdu. Məsələn, adi riyaziyyatda məsələ misal həll edəndə. Şərti oxuya-oxuya artıq uşaq başlayır, bəzi uşaqlar yazmağa başlayır, bəzi uşaq şivahi hesablayır, beynində tənasüb qurur, tənlik qurur ki, bax bu x-dir, tapmalıyam, məsəl üçün katerin sürəti buna x deyim. Bunlar hamısı ardıcıl düşünməyə nümunədir. Tarixdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mövzusunda keçirik deyək. Şagird hadisələri sıralayır. Deyirsən ki, Cümhuriyyətin yaranmasına doğru gedən hadisələri sırala. Evet. Uşaq başlayır izah eləməyə. Deyir, Birinci Dünya müharibəsinin sonu oldu. Dünya müharibəsi bitdi. Sonra Zaqafqaziya Seymi dağıldı. 28 may 1910-da İstiqlal bəyannaməsi qəbul oldu və bununla da AXC yarandı. Hadisələri tarixi ardıcıllıqla düşünür. Bu da ardıcıl düşünmə formasıdır. Yəni bildiğiniz xronologiya ilə düzür də. Sadəcə illəri demir, deyirsən ki, xronologiya ilə yox. Sadəcə hadisələrin gedişatını mənim üçün sırala. Bu da ardıcıl düşünməyə nümunədir. Gəlin növbəti düşünmə sistemli. Bizi əhatə edən anlayışları, konsepsiyaları, ideyaları təhlil eləmək, hissələrə parçalaşmaq, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq. Yəni, qısa konkret sistemli düşünmə ətrafdaşların bir-birinə təsirini anlamağa xidmət edir. Ətrafımızda bizdən qeyri-ixtiyari müəyyən bir proseslər baş verir və hamısı bir-birinə əlaqəlidir. Biz də bu proseslərin ortasında olan insanın başımızı qaldırıb ətrafımıza baxanda hər şey bir-birinə əlaqəli şəkildə cəryan edir. Bunun bir-birinə təsirini, ortaya çıxan mənzərəni anlamaq sistemli düşünmədir.
Misal üçün, şagirdin məktəbdə və yaxud da bir məktəbdə şagirdlərin motivasiyası aşağı düşüb. Sadəcə şagirdlər dərs oxumur deməyə əvəzinə, müəllim sistemli şəkildə düşünür. Aha, sistemli düşünən müəllim bunun bütün məsələlərini əlaqələndirir. Şagirdlər dərs oxumur çox bəsit səbəb olardı. Əvəzən düşünür. Dərs metodları maraqlıdırmı? Oxunmasının bəlli bir səbəbləri var da, nəsə bir hadisə baş verir. Bunu müəyyən eləmək lazımdır. Dərs metodları maraqlıdırmı? Bəlkə də o məktəbdə müəllimlər ümumiyyətlə çox maraqsız, həvəssiz dərs keçirlər. Qiymətləndirmə ədalətlidirmi? Bəlkə də o məktəbdə hörmətlə kiməsə qiymət yazılır, burada uşaqları həvəsdən salır, ona görə də oxumurlar. Valideyn münasibət necədir? Ola bilər valideynlər gətirib uşaqları atıb ora heç maraqlanmırlar. Müəllim-şagird ünsiyyəti səmimidirmi? Onların ünsiyyət necədir? Ola bilsin ki, müəllim-şagird arasında ünsiyyətlərdə ciddi problemlər var. Uşaqlar bir etiraz əlaməti olaraq, boykot olaraq oxumurlar. Bütün bu sualların hamısını bütöv bir sistem kimi nəzərdən keçirir. Yəni motivasiya problemi yalnız şagirdlərdə deyil, məktəb mühitinin bir neçə elementinin uyğun işləməməsindədir. Bu sistemli düşünmədir artıq. Şagirdlər dərs oxumur deyib oxumamasının səbəblərini belə göz ardı etmək də olar, amma sistemli düşünüb ya metodlar yanlışdır, ya qiymətləndirmədə problem var, valideynlərlə ünsiyyətdə problem var, ya da müəllimlərlə şagirdlərin arasında hansısa problem var. Daha sistemli düşünür də. Çünki uşaqlar dərsə motivasiyasızsa, dərs oxumursa, burada konkret bir detalda çatışmazlıq olmaya bilər. Ola bilər ki, bütöv sistemdə problem var. Və yaxud da ola bilər ki, hansısa bir detalda qırılma var, həmin nöqtə artıq o sistemin işləməsinə imkan vermir. Bax, bunu müəyyənləmə sistemli düşünməli. Hı. Başqa, şagird Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu araşdırır. Bunu təkcə bolşeviklərin hücumu ilə izah etmir. Kitabda yazılan bolşeviklərin hücumudur. Ki, bolşeviklər hücum edir 28 apreldə e, nəsə baş verir. Deyir ki, kitabı oxuyur, orada mənbələr var, gedir mənbəni də açır oxuyur. Nə bilim, YouTube-da hansısa bir sənədli filmə baxır. Çoxlu məsələlərlə maraqlanır. Deyir ki, yəni, bu təkcə bolşeviklərin hücumu məsələsi deyil də. Daxili siyasi parçalanma var idi. 5-ci kolon öz fəaliyyətinə çoxdan başlamışdı. İqtisadi çətinliklər də hökm sürürdü. Həmin dövrdə Cümhuriyyət bir çox tərəfdən xarici təzyiqlərlə üzləşmişdi. Eyni zamanda müdafiə sistemi zəif idi, ordu kifayət qədər zəif idi, sayca az idi və az olan ordu həm də texniki təchizat baxımından problemləri də var idi. Üstəlik də həmin vaxtı başqa ərazidə üsyan yatırmaqla məşğul idilər. Bütün bunların hamısı deyir, Cümhuriyyətin süqutuna səbəb olan məsələlərdir. Yəni, süqut bir səbəbdən deyil, bir-biri ilə əlaqəli çoxsaylı amillərin təsirindən baş verib. Sadəcə hamısı üstə düşüb. Ordu zəif idi, ona görə yalamada qüvvə saxlaya bilmədilər. Hamısını göndərmək oldular üsyana, yalama qaldı boş. Xarici təzyiqlər, iqtisadi çətinlik, daxili siyasi parçalanma, bütün bunların hamısına üstü bir dənə də bolşeviklərin böyük bir ordu ilə hücumu, bütün bunlar hamısı yəni bir səbəb yox, bunlar kompleks şəkildə, bir-birinə əlaqəli şəkildə çoxsaylı amillərin üst-üstə toplanmasından Cümhuriyyət süqut elədi. Bu sistemli düşünməkdir artıq. Yəni, bir dənə detaldan yapışıb getmir ki, hə, 11-ci Qızıl Ordu gəldi, süqut elədi. Proses bu qədər bəsit, sadə deyil. Başqa bir situasiyada şagird nailiyyətləri aşağıdır problemini sistemli şəkildə təhlil edir müəllim. Şagird nailiyyətləri aşağıdır, şagirdlərin qiymətləri zəifdir. Bunun müəyyən iştirakı, səbəbləri var da, hamısını bütöv eləyir. Yəni, bir dənə elə, bu uşaqlar oxumurlar, ona görə hamısı 2 alırsın materialdan deyib keçmir üstündən. Sistem kimi, sistemin hissələri kimi dəyərləndirir. 1. Tədris metodlarını dəyişmək lazımdır. 2. Qiymətləndirmə üsullarını dəyişmək lazımdır. 3. Valideynlərin iştirakını təmin etmək lazımdır. 4. Psixoloji mühiti inkişaf etdirmək lazımdır. 5. Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bunların hamısı bir arada əldə tutulanda şagird nailiyyətlərini yüksəldə bilərik. Biz nə edirik? Şagird nailiyyətləri aşağıdır, başladıq sabahdan hər həftə monitorinq. İnanın ki, birinci monitorinqdə nə yazırlarsa uşaqlar, 15-ci monitorinqdə də aşağı yuxarı eyni nəticələr göstərirlər.
Sualları bu cür qoymaq əvəzinə biz nə edirik? Dayanmadan test elətdiririk uşaqlara ki, güya monitorinq olanda nəticələr yüksəlir. Amma halbuki sistem belə işləmir. Biz səbəbləri müəyyən edib, düzgün diaqnoz qoyub aradan qaldırmaq əvəzinə dayanmadan elə bilin ki, onları diaqnostikadan keçiririk. Yəqin ki, işlədiyiniz məktəbdə fikir vermisiniz. Birinci monitorinqdə uşaqlar nə yazırlarsa, aşağı-yuxarı 15-ci monitorinqdə də aşağı 2 bal, 3 bal, 1 bal belə plus-minus 3 balın söhbəti olur. Nədirsə o olur elə. Heç görmüsünüz 50 bal yığıb birinci monitorinqdə, axırıncı monitorinqdə və yaxud da imtahanda 300 bal yığan. Təbii ki, olmur. Milyonda bir hal ola bilər elə. Səbəblər. Bütün bu amillər sistemin hissələri kimi görünməlidir və hər birinin bir-birinə olan təsiri qiymətləndirilməlidir. Bunu eləmək sistemli düşünmənin tətbiqidir. Gəlir analitik düşünmə. Analiz sözündəndir, analitik düşünmə. Məlumatların təhlili hissələrə parçalanaraq araşdırılması deməkdir. Bir şagirdin qiymətləri aşağı düşüb, müəllim oturub bunu analiz edir ki, uşaq buna qədər nə bilim 85 ilə 5 alırdı, 90 ilə 5 alırdı. İndi 65 ilə 4 alır. Birindən 60-dan 3 alır hətta. Başlayır bunun analiz etməyə, hissələrə bölür. Bir, ola bilər ki, mənim evə verdiyim tapşırıqları bu uşaq icra eləmir. Bu birinci səbəb. Ola bilər ki, dərsdə diqqətsizdir. Mənim keçdiyim yeni mövzuları diqqətsiz yanaşır, başa düşmür, ona qaranlıq qalır və nəticədə uşaq qiymətləndirmədə aşağı qiymət alır. Ola bilər ki, telefonla çox vaxt keçirir. Uşağa birinci summativdə 100 ilə 5 aldığı üçün telefon hədiyyə alıblar. O da bütün vaxtını bununla oynamağa, əylənməyə sərf eləyir. Dərslərə, tapşırıqlara yetəri qədər vaxt ayırmır. Bütün bu hissələri araşdırandan sonra nəticəyə gəlir ki, hə, səbəb nə ola bilər? Analitik düşünür də hissələrə böldü, bir neçə səbəb qoydu və hər birini araşdırıb da yerinə çatır ki, uşağın nəticələrinin zəifləməsi diqqət dağınıqlığından, motivasiyanın azalmasından qaynaqlanır. Bu cür artıq hissələrə ayırıb təhlil eləmək analitik düşünmə deməkdir. Şagirdin qiyməti aşağı düşüb, məsuliyyətsizdir, daha oxumur. Belə yanaşmır. Oxumur, niyə oxumur? Bir neçə səbəblər ola bilər, hamısını ayrı bir hissə təhlil edir. Soruşur valideynlər, uşaqdan ki, telefon vermisiniz, deyir yox. Üçüncü səbəbin üstünə X qoyur ki, bu üçüncü səbəb deyil. Uşaqlar ev tapşırıqlarını etmirmi? Baxır ki, yox, ev tapşırıqları da dəftərində yazılıdır. Demək nədir? Dərsdə diqqətsizlik, dərs vaxtı mövzu izahlarında, müəyyən tapşırıqlarda diqqəti uşağın dərsdə olmur, motivasiyası azalıb, bunun altında yatan səbəbi tapmaq lazımdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri yenə gəldi bura. Şagird hadisəni belə təhlil edir. Birinci xarici təzyiqlər, yəni Rusiyanın Qafqazla bağlı nəzərdə tutduğu siyasət, daxili siyasi ziddiyyətlər, ordunun zəifliyi, iqtisadi çətinliklər nəticədə bütün amillər birlikdə AXC-nin süqutuna çıxartdı. Bu artıq analitik düşünmədir. Sistemli düşünmə ilə qarışdırmırıq ha. Sistemli düşünmədə bir hər yolundan imtina eləyib, demir ki, bir dənə yol var. Başqa həllə süquta səbəb olan amilləri də bir-birindən əlaqələndirir, öyrənir. Burada isə qısa konkret süqutun səbəblərini başlayır sıralamaq. Çünki bu analizdir, təhlildir. Başqa bir nümunə, müəllim sinifə belə bir sual verir. Bir məktəbdə dərsə davamiyyəti aşağı olan 3 dənə sinif var. Onların hansında səbəb hava şəraiti, hansında müəllim dəyişikliyi, hansında sınaq imtahanının stresidir. Belə bir sualdır. Şagird faktları toplayır, müqayisə edir, əlaqə qurur və səbəbi müəyyən eləyir. Burada artıq analitik düşünməlidir. İndi həmin o 3 sinifin uşaqları ilə görüşür, faktları toplayır ki, hə, filan kəsən niyə dərsə gəlmirsən? Deyir, hava pisdir, yolumuz pisdir, uzaqdan gəlirəm, ona görə gəlmirəm. İstilik sistemləri, misal üçün, qoşulmayıb məktəblərdə, də deyir, məktəbdə soyuqdur. Olursa deyir ki, müəllim dəyişib, təzə müəllim də o qədər deyir, qıcıq adamdır, həddən artıq məni əsəbləşdirir, gəlmir. Olursa deyir ki, qabaqdan yəni, sınaq imtahanı gəlir, buraxılır sınağı, blok sınağı. Oturub evdə ona hazırlaşıram. Gəlib orada boş-boş, nə bilim,
texnologiya, musiqi, idman kimi dərs keçmək istəmirəm. Ona görə gəlib onun əvəzinə buraxılış fənlərimi oxuyuram. Bu da analitik düşünmə. Uşaqları faktları toplayır, müqayisə edir, əlaqə qurur və səbəbini müəyyən eləyir ki, məsələ nədir? Gələk divergent düşünmə. Çata yazılan suallara bitirəndən sonra izah verəcəm. Divergent düşünmə gəlir. Divergent düşünmə artıq e, yaradıcı təfəkkürə aparan düşünmə yoludur. Yəni bu divergenti insan bacaranda bu yol aparıb çıxarır yaradıcı təfəkkürə. Əlavə fikir tapmaqda yaxşıdır divergent düşünməsi olan insanlar. Yəni qəbul olunmuş yolların əleyhinə çıxaraq alternativ fikirlər tapırlar. Yeni yaradıcı yanaşma ortaya qoyurlar, sərgiləyirlər. Müəllim sual verir. Bir stəkan suyu deyir, dağda necə qızdıra bilərik? Şagirdlər başlayır divergent düşünməyə. Divergent düşünmə nədir? Müxtəlif yollar axtarırlar. Təbii ki, standart yol oddan istifadə eləməkdir. Uşaq biri deyir ki, günəş altında saxlamaq. Biri deyir elə oddan istifadə elə. Biri deyir ki, daşları qızdırıb suyu içinə qoyarıq, orada qızdarırıq. Biri deyir ki, özümlə batareya götürərəm dağda olanda. Batareyanı stili ilə qızdıraram. Bir də ki, o kimyəvi reaksiyadan istifadə edərəm. Yaponların belə qablaşdırılmış yeməkləri var. Deməli, xüsusi yanında belə bir kimyəvi maddə var. Qab iki tərəflidir. Qabın alt tərəfində bir dənə də belə qab var. Həmin o qabın içərisinə bu kimyəvi maddəni açıb tökürsən, digər qabı qoyursan onun içərisinə. O kimyəvi maddə aşağıdan qabla reaksiyaya gedir və yemək qızır. E, Çox maraqlı yemək qızdırma üsulları var da. Təbii ki, bunlar fast food kimi gedir. Sürətli yemək, istənilən donmuş yeməyi, o belə bir kimyəvi maddədir, tərkibini unutdum. Açıb tökürsən qabın içərisinə, yeməyi üstünə bağlayanda yemək qızır içəridə, kimyəvi reaksiyada. Bunlar hər biri nədir? Suyu dağda necə qızdıra bilərik sualına fərqli bir yaradıcı yanaşmadır. Yəni bu divergent düşünmədir. Konkret bir dənə yol odla eləyərəm sözünün əvəzinə fərqli variantlar fikirləşirlər. Yaradıcı yanaşırlar da qəbul olunmuş üsulun əleyhinə çıxıb gönlünə qədər təzə şey fikirləşirlər. Bənzər sualı yenə verə bilərik. Ətraf mühitin çirklənməsinin qarşısını necə almaq olar? Yəni, şagirdlər yenə deyir, başlayırlar divergent düşünməyə. Təbii ki, ən standart yol cərimələr eləməklə, nə bilim, qadağan eləməklə, zibil atmağı və s. Başqa amma deyir, təbiət dərslərini açıq havada keçib maarifləndirə bilərik. Məktəbdə tullantıların çeşidlənməsi ilə bağlı kampaniya başlada bilərik. Şagirdlər arasında Yaşıl İdeya Günü adlı bir layihə keçirdərik ki, maariflənsin hamı. Plastik əvəzinə parça torbalardan istifadə edərik. Sosial şəbəkədə maarifləndirici video çəkib paylaşarıq ki, insanlar izləsinlər, ən azından fərqindəlik yaransın. Bunlar hamısı da divergent düşünmədir. Çünki problemin bir çox fərqli həlli təklif olunur. Aha, e, yenə gəlirik bura. E, Əgər sən Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri olsaydın, dövlətin süqutunun qarşısını almaq üçün nə eləyərdin? Fikir versiniz, yaradıcı düşünmədə süqut eləyib artıq. Sadəcə deyir ki, uşaq özünü qoysun hansısa bir tarix şəxsiyyətin yerinə yol fikirləşsin. Vaciblər başlayır müxtəlif ideya. Biri deyir ki, məsələn, ordunu gücləndirərdim ki, ruslar gələndə qarşısını alaq. O bir də ki, ittifaq bağlayardım. Çünki deyir, ordu gücləndirməklə tək Rusun qarşısına dayanmaq olmazdı. Bir çox ölkələrlə hərbi ittifaqlar bağlayardım ki, onların da qüvvəsi ilə bir yerdə ruslara qalib gələr. Bir də daxili birlik yaradardım. Bu sosialistlər falan ki, ayrılmışlar, 5-ci kanun eləmişlər. Onlara deyir, müəyyən deyir, vəzifələr verib, nəsə müəyyən işlərə cəlb eləyib, e, yəni rusların siyasətinə xidmət eləmələrinin qarşısını alardım. O bir də təhsil islahatlarını sürətləndirərdim. Təhsillə milləti avucuna çıxarardım. Bir də iqtisadiyyatı möhkəmləndirərdim. Yəni hər fikir fərqli istiqamətdədir. Bu da nədir? Divergent düşünmədir. Hər uşaq bir cür düşünür, hərəsi öz prizmasından baxır məsələyə və yaradıcı yanaşmağa çalışır. İndi bunun əksi gəlir. Konvergent. Konvergent isə konkret sualın bir cavabı var. Problemin bir mümkün həll yolu var. İndiyə qədər istifadə olunmuş yol ən düzgün yoldur. Belə adamlar yeni fikir tapmaqda əziyyət çəkirlər. Çünki onlar yeniliyi axtarmaq əvəzinə dədə-baba üsullardan istifadə edirlər. Konvergent bəzən köhnə sözü ilə də e, assosiasiya oluna bilər.
ənənəvi fikirlə getməyə çalışırlar. Misal üçün, baxın cavabı bir düzgün olan sual. Əgər 1 litr benzinin qiyməti 1 manat 60 qəpikdirsə, 10 litr benzin neçə manat eləyər? Şagird hesablayır ki, hə, onu vururam 1.60, 16 manat. Burada tək bir doğru cavab var. Burada yaradıcı özündən Amerika kəşf eləmək olmur. Bu nədir? Konvergent düşünmə formasıdır. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olundu? 1918. Faktoloji məsələdir. Konver yenə də konvergentdir. Niyə? Çünki bir dənə dəqiq cavab var. Cavab müəyyən bir rəqəmdir, ədəddir, vahiddir. Artıq buna divergent yanaşa bilmərik ki, özümüzdən Amerika kəşf eləyib, buna 1901 deyə bilmərik. Qısa konkret cavab var. Yaradıcı düşünə bilirsən də ənənəvi yoldan getməlisən. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hansı hadisədən sonra baş verdi? Şagird deyir ki, Osmanlı qoşunlarının Qafqaz İslam Ordusu ilə, yəni Osmanlı qoşunları adı dəyişdirilib, Qafqaz İslam Ordusu olub, Qafqaza gəldi və bundan sonra Tiflisdə müstəqillik elan olundu. Nə bilim, biz onları çağırdıq, gəldik Gəncəni aldıq, sonra Bakını aldıq, belə. Burada yenə də dəqiq fakt və əlaqə lazımdır. Fərqli fikir artıq burada getmir. Çünki tarixi reallıq var. Bunu deməliyik. Bu da konvergent düşünmədir. İndi divergent və konvergentə müqayisəli nümunə. Hər ikisini cümhuriyyətdən yazdıq. Əgər sən cümhuriyyət dövründə yaşasaydın, müstəqilliyi qorumaq üçün nə ederdin? Fikir verin, çoxlu cavab ola bilər. Bu nədir? Divergent. İndi konvergentin sualına var, uzaq xalq cümhuriyyəti nə vaxt və harada elan olunub? Qısa konkret cavab fakt. Burada artıq özündən Amerika kəşf eləyib. Yaradıcı yanaşa bilmirsən. Mövcud faktdan irəli gedərək sən fikir irəli sürməlisən. Faktı bilirsənsə cavabı da qurursan ortaya. Bu belə. Gəlirik məntiq xətaları, dərsin sonuncu hissəsi. Bura qədər olan hissədə sistemli düşünmə mütləq sonda nəticə olur. Bəli, sistemdəki boşluğu tapırıq. Sistemli düşünürüksə, ətrafımızdakı şeylərin bir-birinə əlaqəsini müəyyən edirik. Əlaqə müəyyən edirik ki, ortada ya bu əlaqəni tapmış oluruq, ya da o əlaqənin içindəki boşluğu tapıb ondan faydalanırıq. Varlı insanlar belə edirlər. Sistemli düşünürlər, o sistemdə baş verən boşluğu tapırlar və həmin boşluğa investisiya, yatırım edib qazanırlar. Sistemli ilə analitiki qarşılıqlı müqayisə edərək, məncə bunu elədik axı. Sistemli düşünmə müəyyən bir ətrafımızda baş verən prosesin bir-birinə qarşılıqlı əlaqəsini öyrənməkdir. Analitik isə analiz eləməkdir. Yəni təhlil eləməkdir. Ətrafımızda baş verən hər şey bir-birinə əlaqəlidir. Elə bilin ki, ətrafımızda bir zəncir dönür. Bu zəncirin müəyyən bir halqasında boşluq var. Sistemli düşünmə odur ki, həmin o halqanı müəyyən eləyib, həmin halqa ilə bağlı ideya, fikir tapıb istifadə eləmək. Analitik düşünmə odur ki, sənə bu zənciri verirlər, sən onu bir-bir halqalardan ayırırsan, həmin o bir-birinə keçən halqaları. Onların hər birini tək-tək təhlil edirsən. Bax, budur məsələ. Yəni, bir var ki, halqaların içindən biri boşdur, onu tapırsan. Bu sistemlidir. Amma halqaları bir-birindən qoparıb ayrı-ayrılıqda hamısını təhlil edirsən. Çünki o hissələri ayırmaqda bu analitikdir artıq. Konvergent və divergent hissəni qısa bir daha deyə bilərsiniz? Bəli. Konvergent köhnədir. Köhnə. Yəni, yaradıcılıq tələb olunmur. Konkret fakt tələb olunur səndən. Yeni bir şey istənmir. Azərbaycanın paytaxtı hansı şəhərdir? Buna yaradıcı yanaşa bilərsən. Cavab Bakıdır. Bəs müəllim, elə bir şey ola bilərmi ki, məsələn biz dedik ki, konvergent və divergent düşüncə formasıdır da. Məsələn, mən ola bilər ki, yaradıcı düşünə bilmirəm də. Hər hansısa bir açıq olan bir suala konvergent yox, divergent yox, konvergent yanaşıram. Primitiv adi cavab. Beynimi yormuram da. Deyirəm Ha, şey da, filan. budur da elə. Onda yəni biz belə baxanda müzakirəyə açıq bir mövzuya da tənbəllik eləyib konvergent cavab verə bilərik də. Bəli, bəli, bəli. Tarixin situasiya suallarını misal üçün deməyə qurur da. Birinci sualın cavabı həmişə konvergent olur.
Bu tarix mənbələri çoxdur deyə belə göstərirəm. 28-ci sual olur ya adətən sınaqlarda. Situasiyanın altındakı birinci sualın cavabı konkret fakt olur. Bu konvergentdir. Yəni uşaq orada özündən bir şey fikirləşmir. Sırf o faktı yazmalı. İl soruşur, adam adı soruşur, konkret səbəb soruşur. Bu konu. Amma öz fikrini yazırsan, məsəl üçün tarix kitabında və yaxud da istənilən fəndə olur da sizcə ilə başlayan suallar var. Fikir vermisiniz kitabın içindəki sual və tapşırıqlarda sizcə. Sizcə ilə başlayan sual səni artıq divergent yanaşmağa sövq eləyir. Yeni bir şey tapmalısan da sizcə. Hər kəsə görə fərqlidir bu. Amma bir də var, konvergent olan sual artıq faktolojidir. 20 yanvar neçənci ildə olub? Avtomatik bu oldu konvergent. Deyir, sizcə 20 yanvar hadisəsinin tariximizdə təkrarlanmaması üçün biz hansı addımlar atmalıyıq? Bu artıq adı divergent. Səni təşviq eləyir ki, divergent düşünməyə. Bunun konkret bir cavabı yoxdur. Hər uşaq, hər insan, hər şəxsiyyət, hər siyasətçi belə buna fərqli cavablar verəcək. Sizin dediyiniz kimi, yəni sizə açıq sual verilir, lakin siz beyniniz buna mütləq konkret faktoloji bir cavab axtarır. Bu zaman demək sizin düşünmə formanız konvergentdir. Alışırsınız buna, bu formada yanaşırsınız. Situasiya sualı yazmaq üçün divergent düşünməlisən. Qısa konkret. Sualı yazmaq üçün, demirəm suala cavab. Situasiya sualı tərtib eləmək üçün divergent yanaşmalısın. Başqa yolun yoxdur. Ümidvaram ki, izah edə bildim. Məndə divergentdir. Keçən dəfə Sevinc müəllimə demişdi də, səhv demirəm, sizin beyniniz deyir, fərqli işləyir. Həmin onun adı, o fərqli işləməyin adı demək nə imiş? Divergent düşünmə forması idi. Mən divergent düşünürəm. Ona görə də mövzuya uyğun situasiyanı limitsiz sadə yaza bilirəm. Məsələn, indi burada sizə xeyli situasiyalar göstərdim, nümunə. Sınaqda da sizə əlavə yenə situasiyalar deyəcəm. İmtahan sisteminə yenə fərqli situasiyalar yazacağam. Əslində bu formalaşdırıla bilən bacarıqdır, mən sizə deyim. Əvvəldən adam belə olmaya bilir ki, mən də elə olmamışam. Bunun üçün çoxlu müşahidə eləmək lazımdır. Bir məktəbdə işləmək lazımdır. Bu ən böyük üstünlükdür. Düzdür, maddi cəhətdən bunu üstünlük saymaya bilərsiniz. Nə bilim, prestij cəhətdən üstünlük saymaya bilərsiniz. İnsanlara görə dəyişir bu fikir. Amma sırf situasiya sualı yazmaq işi ilə məşğulsunuzsa, situasiya meydana çıxarmalı, situasiya yaratmalısınızsa, məktəbdə işləmək bu işdə belə də baqdır da bildiyiniz. Bu işin baqı məktəbdə işləməkdir. Məktəbdə işləmək mənim bir var ki, hardasa oturub ağzıma gələn məktəb situasiyası yazmaq. Bir də var, mən gündəlik müşahidələrimi bir çoxunda qeyd edirəm. Telefonun not sistemində, qeydlərində qeyd edirəm. Müşahidələrim bu həm yaxşı müşahidə eləməyə səbəb olur, həm də məqsədyönlü müşahidə edirsən ki, burdan situasiya çıxacaq. Hər sinifdə fərqli bir situasiya yaşayıram, vəziyyət yaşayıram. Müəllimlərlə ünsiyyətdə, bəzən məktəbdəki hava-havada, valideyn iclaslarında. Bunların hamısını müşahidə edəcəm, mənim beynimdə o situasiyanın belə bir bazası yaranır da, zəmin yaranır ki, hər dəfə sizə fərqli situasiyalar nümayiş elətdirə bilim. Eyni zamanda imtahan sisteminə, sınaq sisteminə çoxlu situasiya daxil edir. Belə, bura qədər hər şey aydındırsa, keçək məntiq xətalarına. Səsim biraz pis gələ bilər, səsimə görə üzr hesab eləyin. Xəstəliklə əlaqədar səsim batmaq üzrədir, tamam. Bu belə. Məntiq xətalarına keçməmişdən qabaq, qoyun deyim, müəllimlər bəzən yazırlar ki, yəni proqram işləmir deyəsən, suallar açılmır. Proqram işləməyə bilməz. Proqramı xüsusi şirkət, Çin şirkəti hazırlayıb mənim üçün və onlar proqramı hər 6 saatdan bir yoxlayırlar. Müqaviləmizdə bu yer alıb. Əgər hansısa bir problem olan kimi dərhal onu aradan qaldırırlar. Və uzun müddətki proqramda hansısa bir xəta, texniki problem olmur.
Siz sınaqlara daxil olanda, fırlana-fırlana qalanda, açıla bilməyəndə bu sizin internet bağlantınızla əlaqəlidir. Proqram internet əsaslı işləyir. Yəni ümumi baza var, məlumatları mən ora yerləşdirirəm, proqram onu o bazadan götürür. Bunun üçün sizin internet bağlantınız keyfiyyətli şəkildə yerində olmalıdır. Məsələn, bəzən müəllimlər yazır ki, müəllim sınağa girdim, heç nə yoxdur. 2-3 saniyə gözləyin, o fırlana-fırlana qalır, sonra açılır. Bu sizin internet bağlantısına əlaqə. İnternet sürəti kifayət qədər yaxşı olanda, bağlantı kəsilməyəndə, qırılmayanda sınaqlardır, videolardır, dərs materiallardır, dərhal yüklənir. Hər ehtimala təbii ki, siz onu yazanda mən yenə də yoxlayıram, amma texniki problem olması ehtimalı yoxdur. Olsa belə hər hansısa bir ciddi problem növbəti 6 saat ərzində o dərhal həll olunur. Çünki hər 6 saatdan bir gün ərzində 4 dəfə Çinlilər proqramı yoxlamadan keçirilir. Yəni diaqnostikadan keçirirlər. Hər şeyin qaydasında olduğu ilə bağlı mənə dərhal mesaj gəlir. Və müqavilələr belədir, adamlar məsuliyyətlidirlər. Öz hazırladıqları məhsula cavabdehdirlər. Və hər şey işləyir, heç bir şikayət yoxdur, amma hər 6 saatdan bir yenə onlar proqramı diaqnostikadan keçirirlər, yoxlayırlar. Azərbaycanlılar olsa yəqin ki, eləməzdilər. Belə, keçək məntiq xətalarına. Məntiq xətaları adı üstündə. Xəta, xəta o nədir? Eee, Səhv deməkdir. Bu yeganə mövzudur ki, bayaqdan biz nə təfəkkür, düşünmə forması formalaşdırdıq və bundan sonra da bütün mövzularda bunu dəstək eləmək lazımdır, bunu uşaqda formalaşdırmaq lazımdır deyəcəyik. Bu yeganə mövzudur ki, uşaqların bu hazır vəziyyətdə gəlirlər. Biz bunu formalaşdırmaq yox, aradan qaldırmaq üçün öyrənirik. Həm uşaqlarda, həm də özümüzdə. Məntiq xətası, yəni məntiqi təfəkkürlə bir yerdə keçirəm ki, yəni məntiqi düşünmədə yol verdiyimiz səhvlərdir. Həmin səhvləri aradan qaldırmalıyıq. Yəni bu digər dərslər kimi uşaqda gedib sabah formalaşdırmağa yox. Uşaqlarda onsuz da bu var. Bunu ortadan qaldırmaq üçün iş aparmağa çalışmalıyıq. Məntiq xətası nədir? Xəta səhv olduğunu başa düşdük. Arqument söyləyən zaman bizim fikirlərimizi etibarsız eləyən səhvlərdir. Zəif səsləndirilən arqumentlərdən çıxan nəticədir. Yəni nəyisə danışır sənə bir adam və əsassız-əsassız danışır. Görürsən ki, bu adam səhv danışır. Nümunə gətirir, gətirdiyi nümunə də səhvdir. Demək bu adam məntiq xətasına yol verir. Sadəcə indi biz daha savadlı başa düşməliyik ki, bu hansı məntiq xətasına yol verir. Bu da situasiyalıq mövzudur. Məntiq xətası hansı hallarda baş verir? Nəticəyə gələrkən fikirlər arasında adam yanlış əlaqə quranda ortaya xəta çıxır. Bir-birindən əlaqəsi olmayan iki hadisəni bir-birindən calaşdırırsan. Filan kəslə filan kəsi mən yolda söhbət eləyən gördüm. Bunlar filan kəs haqqında danışırlar. Halbuki onlar bir-birindən üz-üzə gəliblər. Bu ondan soruşur ki, necəsən? O da deyib, yaxşıyam, sən necəsən? Sonra kimsə indi bir saniyə yoldan keçəndə bunları görür bir-birindən üz-üzə, deyir, hə, bunlar əlbir olublar filan kəsin torbasını tikirlər. Avtomatik nədir? Nəticəyə iki dənə fikir gəlir ağlına, fikir versən yanlış əlaqə qurur. Gördüyündən yanlış nəticə çıxarır. O zaman məntiq xətası baş verir. Bir neçə məntiq xətası var. Həddən artıq ümumiləşdirmə, nə bilim özünü bənzətmə, cəmiyyət tərəfindən qəbul edilmə, şəxsi qərəzlilik, boş adam, çoxmənalı danışmaq, sirkulyar arqument. Həddən artıq ümumiləşdirmə. Həddən artıq ümumiləşdirmə bir-iki nümunəni bütün qrupa aid eləməkdir. Axsaq at ilxının adını batırar atalar misalı var bizdə. Hansısa bir sinifdə bir dənə, iki dənə dəcəl uşaq var. O sinifin adı çıxır dəcərə. Soruşurlar ki, misal üçün, Əfsanə müəllimə 8B sinifi necə sinifdir? Əfsanə müəllimənin dərsində oradan iki dənə uşaq səs salır, nizam qaydalarını əməlləməyib, dərsə hazırlıqsız gəlib və s. Deyir, vay, 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 8B ümumiyyətlə çox bərbad sinifdir. Ora girən bir dənə deyə çıxmağı arzulayır ki, tez dərs bitsin, çıxım çölə. Bax, bu nədir? Avtomatik həddən artıq ümumiləşdirmədir. Yəni, bir-iki dənə uşağa görə bütün sinifi artıq negativ mənada beynində ümumiləşdirib. Sonra gəlir özünü bənzətməyə. Bir şeyə hörmət edilən şəxsin ararsa, deməli, bu doğrudur düşüncəsi. Reklamlar, misal üçün, buna ən çox nümunədir. İnsanlar bəzən bir şey
ona yaraşmır və yaxud da maddi imkanlarına uyğun deyil. E, Və yaxud da bir düşüncə yanlışdır, amma hörmət elədiyi şəxs, simpatiya duyduğu şəxs, hörmət bəslədiyi şəxs inanırsa, deməli bu doğrudur. Bu da özünü bənzətmək məntiq xətasıdır. Kemal Sunalın belə bir filmi var idi, bununla bağlı. Kemal Sunalı aldadırlar, reklamlara çəkirlər, çox məşhur olur. Reklama çəkirlər, soyuducu reklama çəkirlər, soyuducuya vuran kimi soyuducu dağılır. Soruşur ki, bu niyə dağılır da, bu keyfiyyətsizdir deyəsən. Deyirlər, yox, studiyaya keçəndə qapıdan keçmir deyə özümüz söküb tökmüşük. Sonra nə bilim, e, uçulan binadan evləri reklam eləyir ki, ev alın. İnsanlar alır, sonra bina uçur. Küçədə onu bir yaşlı qadın görür, deyir ki, bəs biz səni sevirik, sənə hörmət eləyirik. Sən onu reklam eləyirsən deyə alırıq. Bu avtomatik nədir? Özünü bənzətmək məntiq xətasıdır. Bir şeyə hörmət edirəm. Məktəbdə də, sinifdə də belə olur. Uşaqların içində bəlli bir hörmətli, nüfuzlu uşaq olur. O uşaq o şey görürsə, məsələn, o uşaq futbol oynayırsa və yaxud da cüdoya gedirsə, nə bilim, hansısa kluba azarkeşlik eləyirsə, digər uşaqlar deyir ki, hə, filan kəs eləyirsə, demək bu doğrudur, biz də onu eləyək. Cəmiyyət tərəfindən qəbul edilmək, ad populum, bir şeyi çoxluq qəbul edirsə, deməli o düzdür düşüncəsidir. Hı. Nəyi nümunə gətirək buna? Ki, hə, misal üçün iPhone 17 çıxıb təzə. Böyük əksəriyyət hamı bir-birindən bəhsə, prinsipə gedib iPhone 17 alır. Ə, Və mən də düşünürəm ki, qoy mən də gedim iPhone 17 alım. Gedirəm, alıram, gətirirəm. Bir çox funksiyalar pullu, bir çox məsələlərdə məhdud imkanlardır. Baxıram ki, mənim işimə uyğun deyil bu. Mən bundan ə, audio, video material yerləşdirmək istəyirəm, çətinlik çəkirəm, nə bilim. Bir çox məsələlərdə problem yaşayıram. Mənim üçün demək bu uyğun deyildi. Amma neynədim? Bir çox insan bunu bəyənib, götürüb istifadə eləyirsə, hamı bəhəslə paylaşır. Düşünürəm ki, hə, demək bu yaxşıdır, mən də gedib onu aldım. Daha düşünmədim ki, bu həqiqətən də mənə lazımdırmı? Mən bu işimə faydalıdırmı? Mən bununla işimi həyata keçirə biləcəm ya yox. Yəni çoxluğun qəbul edilməsini mən də böyle. Sinifdə uşaqların əksəriyyəti gedir şeir müsabiqəsində iştirak eləyir. Mənim yaxşı futbol oynamaq bacarığım var. Baxıram ki, sinifdə 30 uşaqdan 28-i şeir müsabiqəsinə gedir. Mən də gedib yazılıram şeir müsabiqəsinə. Halbuki məsələ çoxluğun ora getməsi deyil. Mənim istedadım futboladır. Mənim şeir müsabiqəsində nə işim var? Əksi də ola bilər. Şəxsi qərəzlilik. Bu da bir məntiq xətasıdır. Fikrə yox, fikri səsləndirən şəxsə əsaslanıb mühakimə yürütməkdir. Sənin danışmadığın, mübahisə apardığın, xoşuna gəlməyən bir adam yaxşı ağıllı bir fikir səsləndirir. Evet. Lakin sən bunu qəbul etmək istəmirsən. Deyirsən ki, bu önəmli deyil də mənim üçün. Bu adam yaxşı adam deyil. Mən bununla sözüm çəp gəlib, davam var. Əminəm ki, səsləndirdiyi fikir də yaxşı deyil. Yəni fikrə baxmırsan. Halbuki fikir yaxşı da. Sırf həmin şəxs səsləndirib deyə sən onu qəbul etmirsən. Başqa adam səsləndirsə, dərhal o fikri götürəcəksən. Boş adam xətası. Boş adam xətası ümumiyyətlə cəmiyyətdə də boş adamlar çox olur. Bir insana söz deyirsən, o adam sənə cavab söz olaraq demək istəyirsən ki, sözü ilə cavab verirsə, 100% bilin ki, bu adam boş adamdır. Niyə? Çünki demək istəyirsən ki, o deməkdir ki, sənin dediyi fərqli bir kontekstdə yozub artıq bu. Yəni sənin əslində demək istədiyin fikir tamam fərqlidir. O sadəcə anladığı və yaxud da anlamaq istədiyi, ona sərf eləyən formada qəbul edir. Yəni deyilən əsas arqumenti, fikri kənara qoyur, bilə-bilə məsələni fərqli istiqamətə yönəldir. Təbii ki, əsas məqsədi nəyin bahasına olursa olsun, eee, öz fikrini gücləndirmək, öz mövqeyini gücləndirməkdən ibarətdir belə adam. Açar sözü demək istəyirsən ki, qarşı tərəf demək istəyirsən ki, ilə sənə cavab verməyə başlayırsa, bilin ki, bu boş adamdır. Yəni çoxmənalı danışmaq, yəni fərqli mənada anlaşıla bilən sözlərdən istifadə etmək. Məqsəd təbii ki, fikir yayındıran, sonra dediyi sözləri fərqli istiqamətə çevirə bilmək üçün istifadə olunur. Siyasətçilər çox istifadə edirlər bundan.
Bizdə də belə olur. Misal üçün, vəzifəli bir qohumun yanına gedirsən, bir dərdi, problemi həll etməyə çalışırsan. Deyirsən ona, izah eləyirsən, axırda deyir ki, baxarıq. Baxarıq nədir? Yəni bu həll eləyəcək yoxsa eləməyəcək? Qalır ortada. İndi şans işi o iş həll olunur. Həll olunanı deyirəm, mən sənə demişdim axı, baxarıq da. Baxarıq çünki iki mənalıdır. Olunmayanda o iş, alınmayanda deyir ki, mən sənə söz verməmişdim ki, demişdim ki, baxarıq da, mümkün olsa eləyəcək, olmasa eləməyəcək. Baxarıq çox ortada bir şeydir, yəni söz oyunudur. Nə yox demir, nə də hə demir. Hər iki tərəfə fırlamaq olur. Alınsa başqa cür, alınmasa başqa cür. Bu da çoxmənalı danışmaq məntiq xətası. Gəlir sirkulyar arqument. Sirkulyar arqument fikri əsaslandırmaq üçün yürüdülən əsas fikrə sadəcə dəyişərək geri qaytarmaqdır. Əvvəldən mən sözü qoyulur. Uşaqlarımızda çox olur bu sirkulyar arqument. Deyirsən ki, uşaqlar, ikinci sinifə hamı gündəliklərini yazsın və yaxud da e, müəllim, mən uşaqlardan biri dillər ki, müəllim, mən yazmışam. Yəni eyni fikirdir ha, sadəcə əvvəldən mən qoyuram. Uşaqlar hamı partasının altını təmizləsin. Uşaqlardan biri deyir ki, müəllim, mən çoxdan təmizləmişəm. Bax budur. Eyni sözün əvvəlinə bir də mən qoyub geri qaytarır. Deyirsən ki, hamı gələndə summativə hazırlaşsın. Müəllim, mən keçən həftə təkrarlayıb hazırlaşmışam. Eyni sənin dediyin fikirdir, sadəcə əvvəlindən mən qoyub geri qaytarır. Bu sirkulyar arqumentdir. Əvvəlcədən deyilmiş fikrə sadəcə dəyişərək istinad edilir. Dəyişmək də nədir? Bir dənə mən sözünü qoyur. Olur sirkulyar arqument. Sirkulyar arqument yəni fikrin dönməsidir, sirkulyar fırlanmaq deməkdir. Bu da bir məntiq xətasıdır. Uşaqlar da bunları görəndə düzəliş eləyib aradan qaldırmağa çalışmalıyıq. Bu gün şagirdlərimizin çoxu yeriyən sirkulyar arqumentdir. Fikir verin, sabah dərsə gedin, bu suallardan verin. Görəcəksiniz ki, mən dediyim kimi cavablarla rastlaşırsınız. Yəni, uşaqlar gündəlikləri gətirin qoyun stolun üstünə. Müəllim, mən çoxdan gətirib qoymuşam. Halbuki hamı bir-bir götürüb gəlir ha. Müəllim, mən çoxdan gətirib qoymuşam. Bax, budur sirkulyar arqument. Və sonda belə bir maraqlı refleksiya sualımız var. İş prosesində siz özünüz hansı məntiq xətalarına yol verirsiniz? Belə bir e, refleksiyamız var. Belə. Mənim danışacaqlarım, sizlə bölüşəcəklərim bu qədər idi. Nümunələrin hamısını dərsin içində verdim deyə sonda sizə nümunə təqdim eləmirəm. Təfəkkür mövzularını ümumiyyətlə bitirəndən sonra sizə maraqlı nümunələr göstərəcəyik. Təbii ki, sınaqlarla paralel şəkildə. Belə. İndi kimin nə sualı var, verə bilər mənə. Anlaşılmayan məqam, başa düşülməyən məsələ. Hər şey başa düşülünmür. Deyir, sual yoxdursa, iki ehtimalımız var eldə. Ya hər şey başa düşülüb, ya da heç nə başa düşülməyib. Yenə dərsin materialı əlavə olunacaq video ilə, sınaqla paralel şəkildə tətbiqə, oradan materialı oxuya, dərsi izləyə, sınaqda işləyə biləcəksiniz. Bir də artıq biz birinci bölməni bitirdik. Qarşıda sizi sınaq gözləyir. Birinci bölmənin ümumi sınağı. Sözü sualı olan yoxdursa yekunlaşdıra bilərik. Sağ olun, hörmətli müəllimlər. Gecəniz Sağ xeyrə olun. qalsın. Gecəniz xeyrə. Sağ olun. Tanrı yar və yardımcınız olsun.